Güvən münasibətin görünməyən skeletidir, amma o olmasa hər şey çökməyə başlayır. Sevgi hissi gözəldir, amma onu daşıyan, qoruyan, dərinləşdirən məhz bu skeletdir. Bir gün gəlir, həmin skeletdə bir çat əmələ gəlir, bəlkə də yalanla, bəlkə də arxasında durulmayan bir sözlə, bəlkə də gizlədilmiş bir həqiqətlə. Və sən hiss edirsən ki, artıq qarşındakı insan əvvəlki insan deyil. Burada bir sual əmələ gəlir. Sevdiyin insanın sənin ürəyində yaratdığı çat sağalır, yoxsa yox? Güvən sarsılanda insanın içində zəlzələ kimi hiss olunur. Çünki insan münasibətdə yalnız ona deyil, həyata dair bir inancına güvənir. O inanc zədə görəndə həyatın xəritəsi dəyişir. İndi artıq hər söz, hər baxış, hər xatirə yeni bir filtrlə süzülür. Burada problem təkcə xəyanət və ya yalan deyil, gerçəkliyin yenidən qurulmasıdır. Bu yerdə şübhə spiralı işə düşür və şübhə güvənin ziddidir. O səni qorumaq üçün yaransa da çox vaxt səni sevginin içinə buraxmır. Bu mərhələdə insan bütün detalları araşdırır, gecikən hər mesaj, dəyişən səs tonu, gizlənən hər baxış şübhəli görünür. Bir tərəfdən o haqlıdır, çünki qorunmaq istəyir, digər tərəfdən bu vəziyyət münasibəti boğmağa başlayır. Burada ikinci sual doğur. Hər dəfə qorunmaq istəyəndə özünü sevdiyin insandan qoruyursansa, bu sevgi yaşaya bilərmi? Güvəni bərpa etməyin yolu həqiqəti deməkdir. Hər şeyin açılması və heç bir sualın boşluqda qalmaması vacibdir. Çünki boşluq şübhənin ən sevimli oyun meydanıdır. Amma burada təkcə sözlər kifayət eləmir, niyyətin də görünməyi lazımdır. Çünki niyyət dəyişməyibsə güvən bərpa olunmaz. Çünki həqiqət güvənin inşası üçün materialdır, amma o materialı işlədən davranışlar olmasa bina ucalmaz. Güvən sözlə deyil, təkrar-təkrar görülən kiçik ardıcıl davranışlarla bərpa olunur. Bir vaxt verdiyi sözü tutmayan insan indi ən kiçik vədi belə yerinə yetirirsə, bu skeletin çatlarını doldurmağa başlayır. Bu mərhələdə şəffaflıq zamanla birləşir. Zaman bu məqamda güvənin yapışdırıcısıdır. Güvəni bərpa etmək köhnə evi boyamaq deyil, yeni ev inşa etməkdir. Çünki sınmış ürək əvvəlki kimi inanmaq istəsə də əvvəlki kimi inana bilmir. Ona görə yeni münasibət əvvəlkindən daha şuurlu, daha yetkin olmalıdır. İzlər qalsa da müdrikliyin işığını sızdırmağa başlayır. Bəlkə də illərdir içində daşıdığın o güvənsizlik hissi sənin seçimin deyil, şuuraltının yazdığı köhnə senaridir. Neuroassosiativ transformasiya bu senarini dəyişmək, köhnə izləri silmək və yeni güvən yaratmaq üçün güclü bir vasitədir. Bu sadəcə qarşındakı insana güvənmək deyil, özünə güvənməyi yenidən öyrənməkdir. Çünki əsl güvən öz daxilində başlayır. Əgər sən də güvəni qazanmaq, qorumaq və bərpa etmək istəyirsənsə, NAT səni gözləyir. Bəs səncə içindəki güvən bərpa olunarsa həyatında nə dəyişərdi? Bu dəyişimi yaşamaq üçün səni NAT diploma dəyişim proqramına dəvət edirəm. İstəsən əyani, istəsən onlayn iştirak edə bilərsən. Hər bir iştirakçıya da xüsusi bir premium hədiyyəni də sürpriz edəcəm. Güvən sarsılsa da bəzən onun yenidən qurulması əvvəlkindən də güclü bir bağ yaradar. Və o bağ artıq təkcə sevginin deyil, müdrikliyin də qucağında böyüyər. Fikirləriniz çox dəyərlidir.